Ramazan ayında insanın diqqət edəcəyi məsələ təkcə oruç tutmaq, ibadət etmək, iftar vermək və iftar yemək deyil. Vacib məsələlərdən biri də insanın imsak və iftar süfrəsində hansı qidaların olması mühümdür. Halal qidalardır, yoxsa haram qidalardır. Əgər insan xumsu verilməmiş, yəni xums düşübsə, xumsu verilməmiş malından iftar yiyirsə və imsak edirsə, bu haram qida sayılır. Ticarətdə, tərəzidə aldadılmış vasitələrlə əldə olunmuş ruzi insan üçün halal ola bilməz. Və bu yolla qazanılmış imsak süfrəsinə və iftar süfrəsinə gələn bu qidalar haram qida sayılır. Yəni, nəticə budur ki, insan gərək öz daxilinə halal qida ötürsün ki, onun orucu oruc olsun, onun ibadəti ibadət olsun və Allah dərgahında qəbul olsun və salih əməli kimi onun üçün yazılsın. Təbii ki, təkcə bu Ramazan ayına aid olan bir məsələ deyil, amma Ramazan ayında insan daha çox buna diqqət ayırmalıdır.